görüş. Darıxmış idim. Atam qəzeti oxuyurdu və mənimlə oynamağa gəlməyirdi. Oturub düşündü, nə edim ki, atam qəzetəni buraxıb mənimlə oynamağa gəlsin. Onunla döyüşməyi düşündüm. Onu acıqlandıran bir iş görməyə çalışırdım. Atamın çubuğunu gətirdim. Onu tütün ilə doldurub alışqanla alışdırdım. Atam məni bu durumda görüb nə edəcəyimi düşünmüşdür. Bir söz demədən özünü qəzeti oxuyan kimi göstərdi. O da mənimlə döyüşməyi düşünmüşdür. Öncə gedib atamın arxasında dayanıb çubuq çəkdim. Qəzetəni yuxarı qaldırdı və mənə baxmadı. Sağına, soluna keçərək çubuq çəkdim. Yenə də qəzetəni üzünə tutaraq mənə baxmadı. Çubuq çəkmədən üz-gözümü tər bürüyüb, özüm də öskürürdüm. Çubuğu atamın dizi üstə qoyub qan tər içində qaçdım. Doğrusu bu döyüşdə uduzmuşdum. Atam sevincək idi. Bir daha çubuq götürüb belə işlər yapmamağımı bilirdi.